Sizlərə təcil satılan mənzil təklif edirəm. Öz dəyər qiymətindən aşağı. Gənclik metrosuna yaxın Bakı Sağlam Mərkəzinin yanı 3 otaqlı təmirsiz mənzil. Gördüyünüz bu küçə Bövsüm Sənaye küçəsidir. Binanın digər hissəsi isə Ceyhun Hacıbəyli küçəsinə baxır. Gəlin mənzilin daxili nədir? Yaxından tanış olaq. Daxili planına gəlin birlikdə baxaq. 146 kvadrat metr sahəsi var. Yelçəkən skvazlı mənzildir. Gördüyünüz kimi sahə geniş olduğundan ölçülər də yaxşıdır. Mətbəx isə və qonaq otağı 33 kvadrat metrlik qonaq otağı ölçüsü kifayət qədər genişdir. Mənzilin mətbəxi ən əsası enlidir. 20 kvadrat metrdə mətbəxin sahəsi var. Qarşısında eyvanı və Gənclik Mall, yeni açılmış park Gənclik metrosu istiqamətinə baxışı var. Yelçəkən olduğundan otaqlar qarşı-qarşıyadır. 2 yataq otağı yan-yana, gördüyünüz bu yataq otağı 22 kvadrat metrdir. Qarşısında eyvanı baxır Həsən Əliyev küçəsinə və 24 kvadrat metrlik digər yataq otağı, 2 sanitar qovşağı var. 1 sanitar qovşağını yataq otağının daxilinə sala bilərsiniz. Əzizləyicilər, binada 60% yaşayış var, qazlı binadır. Sürətli liftləri, yeraltı parkinqi var. Yəni tam yaşayışlı binadır. Ən əsası da öz dəyər qiymətindən aşağı satılır gördüyünüz bu mənzil. Açarı da bizdədir. İstənilən zaman gəlib mənzili göstərə bilərik. Sağ olun, salamat qalın.